Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qoca gəldim, qoca gedirəm, heç cavan olmadım. Xəbər verilir ki, bu sözlər əməkdar artist Elnara Abdullayeva MTV açıqlamasında deyib. Sualları cavablandıran müğənni, bu show biznesdə oyuncu deyiləm, qaydaları dəyişirəm. Sənətə gələndən qarşıma çıxıb nəsə edən olmayıb, arxamda danışan olmayıb. Amma gedib nəsə demərəm, mənim üçün maraqlı deyil sözlərini əlavə edib. Azəriqaz İstehsalat Birliyi vətəndaşa 3444 manat 40 qəpik məbləğində borcun ödənilməsi üçün akt tərtib edib. Məlumata görə iddiaçı tərəf borcun silinməsi üçün məhkəməyə müraciət edib. İddiaçı iddiasını onunla əsaslandırıb ki, İstehsalat Birliyi tərəfindən hesablanan borc 2016-cı ildə vəfat edən atasının adındadır. Vətəndaş ona görə də hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə iddia təmin edilir və vətəndaşların üzərinə qoyulan 3444 manat borc silinib.